Salam, yeni videoma xoş gəlmisiniz. Bu günlər sizlərlə birlikdə dərs çalışma vlogu çəkəcəyik. Evet. Dediyim kimi dərs çalışma vlogu çəkəcəyik. Sizinlə bir şey danışacağım, onu indi birazdan deyəcəm. Takipçilərim haqqındadır. Deyəcəm indi birazdan. İndi isə enerjimizi düşmədən videomuza keçirik. Evet. Bu günlerim bildiğiniz kimi bu günlerim 3-cü gündür. 26 Eylül Xocalı soyqırımı günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Nəysə, indi isə keçirik. Bu günlərin 3-cü günüydü. Bizə riyaziyyat var idi, təbiət var idi, Azərbaycan dili var idi, ədəbiyyat var idi, bir də rus dili var idi. Biz 4 dərsdən çıxdıq çünki sinif həddindən artıq çox soyuq idi və məktəbdə də heç kim yox idi. Bilirsiniz ki, ard-arda yəni havalar soyuyub, qar yağır ard-arda. Ona görə də məktəb soyuyub. Nəysə, bu günlərin getdik 4 dərsdən çıxdıq, başlayıb. İndi isə sabahlarım 4-cü gündür. Deyirsən, sabahlarım məktəbə getməyəcəyik, amma yenə də dərsimizi eləyəcəyik. Çünki işdir birdən gedərik, qalaram belə yəni. Nəysə, indi isə video keçməmişdən əvvəl, yəni dərs eləməmişdən əvvəl bir şey deyəcəm. Mən bir videoma yazmışdım, nə videosu gəlsin, shortsa yükləmişdim. Dedim ki, nə videosu gəlsin, qar vlogu mu, yoxsa bir günlük vlog mu? 98% bilirsiniz də, yəqin ki, baxmısınız. 98% qar vlogu gəlib. Bilməm neçə faiz idisə bir günlük vlog gəlmişdi. Nəysə, o dünənlərim yəni telefonu əlimə götürəndə birdən YouTube'a baxdım ki, bir dənə qız yorum yazıb. Adını da burada çəkmirəm. Özü yəqin ki, məni izləyir və bilir. Yəni yazıb, nə yazdığını özü bilir. Sadəcə deyir ki, yəni YouTube çəkmə, videolarım çox maraqsızdır. Buradan da hamıya bildirirəm, səssizsəmirsiz. Kim məni yəni deyir, onsuz da sən heç kim sevmir, yəni YouTube çəkmə. Buradan səssizsəmirsiz deyirəm, heç kim yəni mənim videolarımı izləmirsə abunəlikdən çıxa bilər yəni. Mən heç yəni qarışmıram da, yəni zorlamıram ki, abunə olun, yəni like atın falan, heç şey eləmirəm. Sadəcə deyirəm ki, abunə olmağı və like atmağı unutmayın. Yəni məni heç kim, yəni YouTube'umu, videolarımı, və s. belə şeyləri heç kim sevmirsə, xahiş eləyirəm, nəsə yazmadan, yəni abunəlikdən çıxsın, heç nə də şey eləmir, yazmasın. Mən onlarla uğraşası zat deyiləm. Əgər məni sevənlər YouTube'umda qalsın, yəni takipçimdə qalsın. Nəysə, çox uzatmayacağım, indi isə videomuza başlayaq. Evet, enerjimizi söndürmürük, devam edirik. Evet, indi isə sabah 4-cü gündür. İdmanımız var, riyaziyyatımız var, Azərbaycan dilimiz var, bir də rus dilimiz var. Evet. Evet, Azərbaycan dilindən bu günlərim çalışma işlədi. Ona görə də tapşırıq olaraq heç nə vermədim. Sadəcə oxumağa nəsə verdi. Evet, yəni mətn vermişdi, kiçik bir mətndə. Onu mən sonra oxuyacağım. İndi isə çalışmalar yazacağıq. Azərbaycan dilində çalışma verməyib, ona görə də qıraq qoyduq. Rus dili keçmədik bugün, çünki 4 dərsdən çıxdıq. Evet, indi isə riyaziyyatı yazacağım. Riyaziyyatlar 9, 10, 11 verib, indi sizə göstərirəm. Evet, bu şəkildə səhifə 12'dədir. 9'u, 10'u və 11 verir. Kimlər 5-ci sinifdəsə baxa bilər, yəni. 9, 10, 11'dir. Bu şəkildədir. Yəni biz bir dəyişənin ifadələrin sadələşdirilməsindəyik. Yəni ikinci hissədəyik. Bu şəkildə. Evet. Dəftərimin
götürürüm. Bayrağımız gitmiş. Ya of ya arkadaşlar ben onu bayrağa kazanan sen olabilirsin ama o bayrağı. Defterimizi bitir. Yenisini almalıyım. Bak bir de hala bana kol basıyor. Aha geldi. Uskada götüreceğim. Aşağı işte görüyoruz değil mi arkadaşlar? Benim başka bir yol kalmadı ya. Bununla yapacağım. Yol yap şuradan ya. Yap bak. Video çok uzanır. Ona göre de çok yani şeylemeyeceğim. Evet. Arkadaşlar bu kapışmayı salıyorum. Dediğim kimi videoya yani uzamasın diye ona göre de şeylemeyeceğim. Çok çekmeyeceğim. Videonu saklayacağım. Yazacağım, kurtaracağım. Ondan sonra videonu atacağım. Sadece bir iki tanesi falan videoda yazarım. Arkadaşlar görüyorsunuz değil mi? Şimdi de ben de oyun oynayabildiğiniz. Şu kadarcık yerde var ya. Sözü bir de tekrar edirəm. Yani yani kim benim videolarımı sevmirsə, xahiş takipdən çıxsa onu yani heç kim zorlamır yani. Çıxa bilər. Yani mənə yazan qız da çıxa bilər. Onu heç kim yani zorlamır, çıxa bilərsən. Əgər videomu izləyirsənsə çıxa bilərsən. Yani sənə heç kim zorlamır yani. Neyse. Neyse başlayırıq. Diğer videolarımızı izleyebilirsiniz. Hepinizi çok seviyoruz. Görüşmek üzere. Bay bay. Nasıl yenemedim ya? Düş bakayım aşağıya. Hop. Vurdum seni kal buraya. Vurdum. Bir daha vurdum. İşte buraya. Hadi bay bay. Bunu da çıkaralım. Evet bunlar çok asandır. Bunları yazıp hamısını yazıp gəlirəm. Bay bay. Evet yazdım yani 3, 6, 9, 12 tane şey yazdım. Beni təsəvvür etsin yani. 12 tane şey ve hatta düşünürsün yazdım. Neyse. Evet. Riyaziyyat bitti. Riyaziyyat bitti. Yani 12 tane dediğim şey yani 9'da 12 tanedir. 10, 11'de yazdım. Onu prosto saymadım da yani. 10 diyeyim yani. Evet, peşim var idi, ona hələlik gəldim. Riyaziyyat var idi. İdman et. İdmanda faltar götürəcək. Azərbaycan dilində dediyim kimi şey oxumalı bir mətn verib indi isə onu oxuyacağam. Evet. Bunu okuyup gəlirəm. Evet, mən mətni oxudum. Mətn çox qısa idi və tez oxudum. Əzmkar alpinist, alpinist idi. Bu şəkildə göstərirəm. Bir dəqiqə, haran göstərdim? Yok, bir dəqiqə. Bir dakika, evet. Burada. İndi isə tamamıyla göstereceğim. Evet, mənim o göstərə bilmədiyim mətn budur. Əzmkar alpinist. Çox kiçik bir mətndir. Oxudum və yadımda qaldı. Bir dəfə oxudum və yadımda qaldı. Yəni çox asan bir mətndir yəni. Ondan sonra Qalib Qurban gəlir. Sonra belə bir mətn gəlir. Sonra da bilmirəm, neysə. Evet. Neysə, mən bunu oxudum. Dərslərimi bitirdim dediyim kimi. Dediğim kimi ne diyecektim? Ha, Rus dilindən və Azərbaycan dilindən tapşırıq vermədiyi üçün çox belə yəni vermədiyi üçün belə çox belə uzun bir video olmadı. Yəni tam da çəkə bilmədim. Çünki tapşırıq verməmişdi. Sadəcə riyaziyyatdan vermişdi. Riyaziyyatda yazıb bitirdim. Ona görə indi bura qoydum. Evet. Videonu burada sonlandırıram. Kanalıma abone olup like atmayı unutmayın. Sizleri sevirəm. Bay bay. Yorumda yazın. Bay bay.